Özlərini dünya məşhurları ilə bərabər tutmaq, onlar kimi hərəkət edib oxumaq bir çox bizim məşhurlara xas olan bir xüsusiyyətdir. İndi növbəti bir məşhur haqqında sujet sizə təqdim edəcək. Amma mən sizə deyim ki, onun dili varsa, dilçəyi də var. Diqqət sujetə. Ayaz Qasımovdan Tarkan sayağı performans. Tarkan nömrə 1-dir, həqiqi mənada. Yəni o adam o həqiqətən mükəmməldir. Yəni ifası da yerindədir, səhnə hərəkəti. Çox çətin şeydir. İnanın mənə ki, yəni bir ifası olaraq mən bunu deyirəm, çox çətin bir şeydir. Çünki istərseniz hərəkət eləyəndə səs qaça bilər. Yəni postanovkalar dəyişir və deməkdə səs quruluşu dəyişir. Onu da hər adam bacarmır. Vaxtı ilə Allah rəhmət eləsin. Yəni deməliyəm bunu. Dünyasını dəyişir. Michael Jackson bunu eləyirdi. Bir nömrəli performans göstərisi. Mən elə düşünürəm ki, Michael Jackson da bu daha güclü alınırdı və daha sonra Tarkan. Kompleksləri aşıb daşan Ayaz deyəsən bu dəfə ürəklənib. O, Tarkan sayağı performanslar etməyə hazırlaşır. Əgər mən sizə deyim də, əgər kiloları atsam, tam istədiyim şəkildə, yəni mən ən az 25-30 kilo atmalıyam. 25-30 kilonu atmalıyam. Bunu bacarsam, inşallah, yəqin ki, təbii ki, səhnədə rəqs performans göstərəcəm. %100, başqaca ola da bilməz. Səhnədən başdan ayağa atılıb düşməklə iş qutarmır ki, oxumaq lazımdır, canlı oxumaq. Yəni biz dəfələrlə başqa ölkələrdə, başqa ölkələrin ifaçılarının konsertlərinə baxırıq. Canlı efirdən qulaq assan, məsəl üçün, görürsən ki, bu adam oynayır səhnədə. İfaçılar da eləyirlər, amma səs qaçır, səs yerində dayanmır. Yəni ifa yaddan çıxır. Bunun hamısını sinxron eləmək hər adama qismət olmur və hər adam bunu bacarmır. Mənim nazlı yarım, xoşavazlı yarım, mənim nazlı yarım, xoşavazlı yarım, şirin sözlü yarım. Artıq vaxtdır deyən müğənni səhnədə həm oxuyacaq, həm də çoxlarına sir qalan məharətini göstərəcək. Yəqin ki, məqamında eləyə bilsəm, eləyəcəm o hərəkətləri filan. Əsas amma yenə dediyim kimi oxumağa, canlı oxumağa, daha yaxşı oxumağa üstünlük vermək istəyirəm. Mən ilhamı səndən almışam ya, öz eşqimə sadiq qalmışam ya. Tənbəlliyin daşını bir kənara qoyan Qasımov bunun üçün öz konsertinə ciddi hazırlaşır. Boynumu alıram, həqiqətən, yəni məndə tənbəllik də var, gec olsun, güz olsun. İnşallah tək alınsın əsas məsələ. Sağlamlığımız yerində olsun, salamatçılıq olsun. İnşallah mən oxuyacağam amma konsertimi, solo konsertimi tamaşaçılarıma təqdim eləyəcəm inşallah. Qorxuram sənə gözləyəcək, göz muncuğu tax üstünə, canay, 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 can, rəqsiz yollanacaq, canay, canay, can, yanıram amanam. 11 ildir. Səhnədə olan Ayazın indiyənədək etmədiyi konsertin bu qədər gecikməsinin səbəbləri isə özəldir. Səhnə fəaliyyətimin 11-ci il dönümü olacaq və mənim özümün isə 30 yaşım, yəni yubileyim qeyd olunacaq. Ona görə planlaşdırıram ki, inşallah Allah dayan olsun, solo konsert təqdim edeyim tamaşaçılarıma. Necə deyərlər, konsert etmək səndən, çəkib göstərmək isə biz onlardan. Uğurlar sənə Ayaz.